Salam, bugün sizlərlə bərabər bir tərtibli xətti diferensial tənliklərin integral vuruğu ilə tapılmasına aid sual nümunələrini baxacağıq. Gəlin ilk sual nümunəmizə baxaq. Birinci sual nümunəmiz. X vuraq y-ın törəməsi üstəgəl y bərabərdir x-ın kubuna. Şərtdə də verilib ki, x böyük 0 şərti üçün həllini hesablayın. Nə edirik? İlk öncə biz deməli bir tərtibli xətti diferensial tənliklərin şərtinə əsasən tənlik bu şəkildə olmalıdır. Y-nin törəməsi üstəgəl px y bərabərdir qx-a. Yəni qayda olaraq bunu deyək ki, y-nin törəməsinin əmsalı 1-ə bərabər olmalıdır. Bunu indi gəlin biz misalda bu y-nin törəməsini 1-ə bərabər etmək üçün hər tərəfini etməliyik, x-ə bölməliyik. Gəlin hər tərəfi x-ə bölək. Olacaq y-nin törəməsi üstəgəl 1 bölək x vurulsun y bərabərdir x-ın kvadratına. Çünki x-ın kubunu x-ə böləndə x-ın kvadratı qalır. Burada 1 böl x düsturdan da gördüyümüz kimi px-dir. Geriyə qalan isə qx-dir. O da x-ın kvadratına bərabərdir. Mən keçən dərs başa saldım ki, bunu necə həll edirik? Burada biz deməli müyünü tapmalıyıq. Müy nəyə bərabərdir? Y üstündə integral px dx-a bərabərdir. Biz bunu hesablamalıyıq. Bu da bərabərdir y üstündə integral px-imiz olacaq 1 böl x dx. 1 böl x-in integralı ln x-dir. Loqaritman xassəsinə əsasən x-la y dəyişir, olur x üstündə ln y. Biz də bilirik ki, ln y 1-ə bərabərdir, o da x-a bərabər olur. Düsturumuzun ikinci hissəsində belə bir şey demişdim ki, mən sizə müyünü tapıb vururuq y-a, bərabər edirik integralda müyünü vururuq nəyə uşaqlar? Qx dx-a. Baxın, bu şərti gəlin indi biz eləyək. Deməli, müyümüz oldu x. Nə etməliyik? X-i vururuq y-a, bərabər edirik integral, x-i vururuq qx-a, yəni x-in kvadratına, dx. Buradan alırıq ki, x vurulsun y bərabərdir, integral x-in kubu dx-a. Buradan da alırıq ki, x vuraq y bərabərdir, x kubunun integralı üstünü 1 artırıb öz-özünə bölürəm, üstünə gəlirəm sabit c-nin. Daha sonra buradan y tapanda hər bir tərəfi x-a bölürəm. Olur x-in kubu böl 4 üstəgəl c bölək x. Bu da olur bizim nəticəmiz. Yəni verilmiş birinci bu tənliyin həlli y bərabərdir x kubu böl 4 üstəgəl c böl x-a bərabərdir. Baxaq ikinci misalımıza. Onu qeyd eləyək buradan. İkinci misal. Y-nin törəməsi minus 2y bərabərdir y üstü 3x-a. Yenə də avtomatik görürəm ki, buradan y-nin əmsalı 1-dir. Onda px-lə qx-i tapa bilərəm. Px bərabər olacaq. Deməli, mənfi 2-yə. Çünki y-ın əmsalına baxıram. Mənfi 2. Qx da bərabər olacaq y üstü 3x-a. Buradan müyünü tapanda müy bərabərdir y üstündə integral px dx, yəni mənfi 2 dx. Mənfi 2-nin integralı mənfi 2x-dir. Bunu olduğu kimi saxlayırıq. İndi gəlirik düsturda yenə yazırıq. Yazırıq y üstü mənfi 2x vuraq y bərabərdir. İntegral y üstü mənfi 2x vuraq qx, yəni y üstü 3x-a. Buradan da görürük ki, y üstü mənfi 2x-i y üstü 3x-a vuranda üstləri toplanır. Olur integral y üstündə x dx. Və avtomatik görürük ki, y üstü mənfi 2x vurulsun y bərabərdir. Y üstü x-in integralı y üstü x üstəgəl c-yə bərabərdir. Buradan y-ni tapanda hər tərəfi y üstü 2x-a vururam. Digər tərəfə keçirəm. Olur y üstü 3x üstəgəl c vuraq y üstü 2x.
Və yaxud da belə də saxlamaq olar. Y üstü 2x vuraq. Y üstü x plus c. Yəni fərqi yoxdur. Nətər saxlayır, saxlayır. Əsas odur ki, sonuncu cavabı ala biləsiniz. Bu da olur bizim üçün ikinci misalın həlli. Baxaq indi üçüncü suala. Mən üçüncü sualı buradan qeyd edeyim. Üçüncü sualı belə verilib. Y-nin törəməsi üstəgəl tangens x vurulsun y bərabərdir sinus x-a. Aha, burada nə edirik? Burada da yenə uşaqlar, y-nin əmsalı 1 olduğuna görə, bu üçüncü misaldır. Y-nin əmsalı 1 olduğuna görə, yenə mən px, qx-ı tapa bilərəm. Px-imiz tangens x-dır. Qx da sinus x-dır. Sinus x. Gəlib buradan mü'nü tapıram. Mü bərabərdir y üstündə integral tangens x dx-a. Tangens x-in integralını da istəyirsə gəlin mən burada tapım. Bir də təkrar olması üçün. Ola bilər ki, bəziləriniz bilmirsiniz. Tangens x-i deməli açıram sinus x bölü kosinus x kimi. Buradan kosinus x-i bir əvəzləyirəm. Deyirəm kosinus x bərabərdir u-ya. Sonra hər iki tərəfin diferensialını alıram. du bərabər olur mənfi sinus x dx-a. Və buradan, baxın diqqətlə görsəz. Burada sinus x dx var. Nə çatışmır? Mənfi. Ona görə mənfiyə vururam. Bunu da mənfiyə vururam. Buranı da mənfiyə vururam. Çünki özümdən mənfini artırmışam. Olur integral mənfi, bu mənfidir. Yazıram bura. Mənfi sinus dx-a deyirəm du. Kosinus x-a deyirəm u. İndi 1 bölü u-nun du-ya görə integralı olacaq mənfi ln u. Axı biz u-ya da nə demişdik? Kosinus x olur mənfi ln kosinus x. Deməli, bunun qüvvəti belə olacaq. Mənfi ln modulda kosinus x. Biz də bilirik ki, kosinus x-lə yer dəyişir. Olur kosinus x üstündə mənfi 1. Yəni nə? 1 bölək kosinus x. Deməli, mü'nü tapdıq ki, 1 bölək kosinus x-dir. İndi gəlirəm misalda yerinə yazıram. 1 bölək kosinus x vuraq y bərabərdir integral 1 bölək kosinus x vuraq. Deməli, nəyə vurmalıyıq uşaqlar? Qx-a, yəni sinus x-a. Sinus x dx. Bu da elə avtomatik ilə bizim yuxarıda aldığımız elə bu funksiyanın integralını vermir bizə. Buradan da yazaram ki, 1 bölək kosinus x vurulsun y bərabərdir mənfi ln kosinus x üstəgəl s-yə. Hər tərəfdə kosinus x-a vuraram. Onlar kosinus x vurulsun mənfi ln modulda kosinus x üstəgəl c. Bu da olar bizim sonuncu əldə etdiyimiz cavabımız. Və beləliklə biz verilmiş diferensial tənliyin həllini tapdıq. Diferensial tənliyimiz bu şəkildə idi. Bunun həlli bu oldu. İndi baxaq dördüncü misala. Dördüncü misalda gəlin belə eləyək. 1 üstəgəl x vurulsun y-ın törəməsi üstəgəl y bərabərdir 2. Gəlin bunu həll eləyək. Deməli, burada uşaqlar, yenə də biz deyirik ki, y törəmənin qabağı 1 olmadığına görə hər tərəfi 1 üstəgəl x-a bölürük. Olur y-ın törəməsi üstəgəl 1 bölək 1 üstəgəl x vurulsun y bərabərdir 2 bölək 1 üstəgəl x-a. Buradan deməli px bərabər olur 1 bölək 1 üstəgəl x-a. Qx da bərabər olur 2 bölək 1 üstəgəl x-a. İndi gəlin biz buradan mü'nü tapaq. Mü bərabərdir y üstündə integral px dx, yəni 1 bölək 1 üstəgəl x dx-a. Mən də bilirəm ki, analiz kursundan verilmiş kəsir tipli integralların məxrəcinin törəməsi sürətdə varsa o ln-dir. 1 üstəgəl x-in törəməsi də 1 elədiyindən, o da sürətdə olduğundan verilmiş ifadənin integralı ln 1 üstəgəl x-dir. Və bu da y ilə ln-in xassəsinə görə gedir, nə qalır cavab? 1 üstəgəl x. İndi 1 üstəgəl x vuraq y bərabərdir
integral 1 üstə gəl x vuraq qx. Qx da 2 bölək 1 üstə gəl x dx. Avtomatik bunlar bir-birini aparır. Qalır 1 üstə gəl x vurulsun y bərabərdir. İntegral 2 dx-a. Buradan da deyərik ki 1 üstə gəl x vurulsun y bərabərdir 2x üstə gəl c-yə. Y da bərabərdir 2x üstə gəl c bölək 1 üstə gəl x-a. Bu da olur bizim cavabımız. Yəni verilmiş bu diferensial tənliyin cavabı buna bərabər imiş. Baxaq 5-ci suala. Belə yazaq da. Bərabər yox. Bərabər. Aha. Y-ın törəməsi üstə gələk 1 bölək x vur ln x y bərabərdir 1 bölək x-a. Yenə də baxaq. Birinci uşaqlar y-ın törəməsinin əmsalı 1-dir. Ona görə px, qx-ə yazmaq olar. Px bərabərdir 1 bölək x vur ln x. Qx bərabərdir 1 bölək x-a. Buradan biz mü'nü tapsaq, mü bərabərdir y üstündə integral 1 bölək x vurulsun ln x dx-a. Burada, gəlin biz bu integralı mən burada yazım, bunu buradan həll edeyim. Diqqətlə baxsaq görərsiniz ki, mən əgər burada ln x-a bir əvəzləyib u desəm və hər tərəfin diferensiyalını alsam, belə bir şəkil alıram. Və burada da 1 bölü x dx var. Ona görə yazaram ki, ona du deyərəm. 1 böl ln x-a da deyərəm. 1 bölək u. Çünki ln x-a u dedim. 1 bölək u-nun da du-ya görə diferensiyal du-su, yəni integralı bərabər olacaq ln u-ya. O da bərabərdir. U-ya nə demişdim? ln x. Deməli, bu integralın cavabı olacaq belə. Y üstündə ln x. İndi xassəyə əsasən bu çördəki ln-lə, bu içəri ilə bu y yer dəyişir. Olur ln x üzəri ln y. Ln y 1 olduğundan cavabımız olur ln x. İndi gətirib düsturda yerinə yazaq. Ln x vuraq. Gəlin buradan yazaq. Buradan yazaq. Aha. Ln x vurulsun y bərabərdir. İntegral ln x vurulsun qx. Yəni 1 bölək x dx. Aha, buradan da ln x vurulsun y bərabərdir. Uşaqlar, görürəm ki, ln x-a u desəm, burada o var. Bu hissə var. Hə. Onda, bax, gəlin mən bunu yazım da. Ln x-a u desəm, sizə gəlin buradan sizin üçün göstərim. U desəm. Du bərabər olacaq 1 bölü x dx-a. İndi bu 1 bölü x dx-a mən du deyirəm. Ln x-a da u deyirəm. Hə, belə oldu da. İndi bu da necə olacaq? Ln x vur y bərabərdir. U-nun kvadratı böl 2 də. U da ln x deyil. Olacaq ln kvadrat x böl 2 üstə gəl c. Hər tərəfdə ln x-a bölürəm, yazıram. Ln x böl 2 üstə gəl c bölək ln x. Bu da olur mənim diferensial tənliyimin həlli. Düz biraz uzun getdi, amma maraqlı bir diferensial tənliyi idi. Baxaq sonuncu 6-cı sualımıza və beləliklə biz bir tərtibli xətti diferensial tənliylərin integral vuruğu ilə həll edilməsini aid misallara baxırıq. Baxdıq və bitirdik də belə deyim. Secant x. Secant x-i mən buradan qeyd edeyim. Analiz kursunda keçirilir. Secant x 1 bölək kosinus x-a bərabərdir. Burada da yenə y-nin törəməsinin əmsalı 1 olduğundan px bərabərdir tangens x, qx bərabərdir secant x ya da istəyirsə 1 bölü kosinus x yazaq. Secant yerine 1 bölü kosinus yazaq. Mü'nü tapaq. Mü bərabərdir y üstündə integral tangens x dx.
Tangens x-in integralını az öncə tapdım. Bir də ehtiyac yoxdur tapmağa. Y üstündə mənfi ln modula kosinus x. Bu da bizə verdi x üstü mənfi 1, yəni 1 bölək x-i. İndi suala gətirib yerinə yazaq. 1 böl x vurulsun y bərabərdir. İntegral 1 böl x vurulsun. 1 böl x vur kosinus x dx. İndi uşaqlar, biz burada nə etməliyik? Biz burada əsas verilmiş bu 1 böl integral 1 bölək x vura kosinus x hesablamaqdır. Bunu hesablamaq biraz çətindir. Hansı ki biz elə bil ki yəni ki bu funksiyanın integralını belə deyək də elementar deməli həlli yoxdur. Yəni ola bilər, amma funksiyalarla da bəzi xüsusi funksiyalarla deməli bizə həll verilir. Ona görə də biz deməli belə saxlayırıq. Və yaxud da ki əslində belə də saxlamaq düzgün deyil. İstəyirsə gəlin bunu belə eləyək də biz. Buradan dedik ki deməli deməli biz tapdıq ki mü bərabərdir y üstündə tangens x. Buradan gəlin biz belə eləyək. Görək belə alınırmı? Belə getmədi də. Burada 1 bölü x yox. Oy, üzürlü sayını məni. Burada 1 bölü kosinus x eləyir. Mən də deyirəm 1 bölü x vur kosinus x-in niyə həll gəlmədi? Üzürlü sayın məntiq xətasıdır. Burada deməli biz 1 bölü kosinus x-la eləməliyik. 1 bölü kosinus x-i vurmalıyıq y-a. Bərabər eləməliyik integral 1 böl kosinus x vurulsun 1 böl kosinus x-a. İndi. Çünki məxrəcdə 1 böl kosinus kvadrat eləyir. Onun da integralı var da. Hamı bilir ki 1 bölək kosinus deməli kvadrat x-in integralı bizə nə verirdi? Tangens x-i. Tangens x-i verir bizə. Y bərabərdir tangens x üstə gəl c. Siz də diqqətli olun. Görürsünüz, mən bir dənə səhv elədim. Burada da misal alınmırdı. Burada da y bərabərdir. Hər tərəf kosinus x-a vursam eləyəcək sinus x üstə gəl c vurulsun kosinus x. Düzdürmü? Bu da olur bizim üçün verilmiş integral layıcı vurğun köməyi ilə bir tərtibli diferensial tənliklərin həlli. Bu günləri sizlərlə bərabər biz 6 misala baxdıq və mən deyərdim ki, bu 6 misalla biz o integral layıcı vurğu haqqında çox, yəni 100 dənə, hətta 100 qədər məlumat bildik. Yəni sizlər də, hətta biz o birisi dərsdə də bunun öz dərsində misallar işləmişdik. Oradan da misalları işləyə bilərsiniz. Bu sadəcə gücləndirmək üçün idi. Bugünlük bu qədər. Gələn dərsdə görüşmək ümidi ilə.